Salam əziz və dəyərli izləyicilərim, gözəl xanımlar, yaxın əyləşin, suallarınıza cavab ən çox gələn deyərdim suallardan biri də Məryəm xanım pigment ləkələrə kömək eləyin, nə sürtək ki ilk dəfədən öz təsirini göstərsin, nəticəni ilk dəfədən, elə bir maska deyin ki ilk dəfədən göstərsin baş üstə, Məryəm xanımın gözü üstə, siz istəyəsiniz Məryəm xanım deməsin. Bu dəqiqə deyəcəm, amma çox xahiş edirəm, əsəbləşməyin, mənə çox lazımdır səhifəmə takib atmağınız, abunə olmağınız, podpisat olmağınız və şərhlər yazmağınız. YouTube səhifəm olsun, Facebook, TikTok və Instagram. Çox xahiş edirəm əzizlərim, elə indicə takib atın. Şərhlər yazın, gözləyirəm. Mənim əzizlərim, birinci onu deyim ki, ləkələrin düşmə səbəbi cürbəcür ola bilər. Birinci səbəb bilinməlidir. Çünki bəzən elə ola bilər ki, siz simptomları götürməyə nə qədər əlləşsəniz də, səbəbi bilmədiyiniz üçün simptomları aradan qaldırmaq mümkün olmur, mənim gözəllərim. Və deyim ki, səbəblər nə ola bilər? Hormonal dəyişiklik. Ən birinci səbəb günəş şüalarından ola bilər. Yəni günəş kremi, qoruyucu vurmamış çıxarsınız. Mən düzdür qoruyucu vurmuram, qoruyucu əvəz kokos yağı vururam, çinkovu maz vururam. Bu haqda videolarım var. Yəni qoruyucusuz çıxarsınız. Ümumiyyətcə çalışın o səhər 10-dan 4-ə qədər o gündə şlyapa qoyun başınıza, gözünüzü açıq taxın, çalışdıqca zontik tutun, qoy kim nə deyir desin. Əsas sizin üzünüzün gözəlliyidir, canınızın sağlığıdır. Ümumiyyətcə o saatlarda gün sizə ziyandır. Sonraki səbəblərdən biri hormonal dəyişikliklərdən ola bilər və atdığınız dərmanlardan ola bilər. Hansısa dərman atarsınız, ondan ola bilər, hamiləlikdən ola bilər. Görürsünüzmü səbəblər nə qədərdir? Amma siz onu ona görə deyirəm, bilməlisiniz ki, bəlkə hansısa dərmanı içəndə o sizə ləkə verir, onu biləsiniz ki, o dərmanı həkiminizə deyib başqa bir dərmanla əvəz eləyəsiniz. İndi isə gəldik maskalara. Mənim əzizlərim, ən birincisi, mənim özümün də ən sevdiyim, ilk dəfədən gözəl nəticə edəcəyiniz, gözlə görüləcək dərəcədə pigment ləkələrinizin azca ağardığını görəcəksiniz. Ümumiyyətcə dəriniz ağaracaq. Bu nədir? Zəncəfili əzirsiniz, bir xörək qaşığı əzilmiş yaxşam mı əzirsiniz? Qaşıqla mı, nə ilə mi əzirsiniz? Bir xörək qaşığı zəncəfil, bir xörək qaşığı təmiz bal. Çünki zəncəfil, bal həm antioksidantla zəngindir, həm də parlaqlıq vermək üçün çox gözəl təsir göstərir. Bir çay qaşığı isə yulaf unu əlavə edib qarışdırırsınız dərinizə, gözünüzün altına yox, üzünüzə çəkirsiniz, boynunuza da çəkə bilərsiniz, dekolte hissənizə də çəkə bilərsiniz. 15-20 dəqiqə saxladıqdan sonra yaxşı-yaxşı yuyursunuz. Amma hansı maskalar olur olsun, birinci burada nəbzinizdə yoxlayın. Çünki bura ən nəzik dəridir. Əgər allergiya verirsə vurmayın. Elə kimsə nəsə dedi, mən vurum olmaz. Bəlkə sizin allergiyanız var ona qarşı. Ona görə burada yoxlayın. Bir 5 dəqiqə, 10 dəqiqə. Əgər heç nə eləmirsə, onda vura bilərsiniz. İkinci maska isə ən gözəl maskalardan xama və sarı kök. Qarışdırırsınız, yenə də gözünüzün altına vurmamaq şərti ilə vura bilərsiniz. Məsələn, bugün birini vurun, sabah birini və yaxud həftədə bir dəfə birini, o birisi həftə o birisini vura bilərsiniz. Bunların ziyanı yoxdur. Yəni, xama və sarı kök, bir xörək qaşığı xama, bir xörək qaşığı sarı kök qarışdırırsınız, vurursunuz, 20 dəqiqə saxlayırsınız. Yenə də boyuna və dekolteyə vura bilərsiniz. Gəldik üçüncü və mənim demək olar ki, soyuducumdan əksik olmayan, bunu göz altınıza da vura bilərsiniz, əzizlərim. Xama və petruşka, cəfəri. Cəfərini yaxşı-yaxşı əzirsiniz, xamaya qatırsınız. Elə o balaca xama, mən elə deyirəm, o xamanın içinə cəfərini əzin, bir xeylaq eləyə bilərsiniz. Əzirsiniz, amma yaxşı-yaxşı ki, suyu da çıxsın, özü də əzilsin. Qatırsınız xamaya, örtün qoyun xaladelnikə. Mən xahiş edirəm, limondan istifadə eləməyin. Çünki ələxüsusda Azərbaycanda gün həmişə olur. Ona görə də limonu vurub siz günə çıxanda elə bilin ki, ləkəni ütüləmiş olursunuz, pigment ləkəsini. Daha da bərkiyir, daha da tündləşir. Aspirindir, limondur. Bunlardan ehtiyatlı olun, mənim əzizlərim. Tərkibində C vitamini olan şeylərlə çox ehtiyatlı olun. Ciddi şəkildə sizdən xahiş edirəm. Amma bu xamadır, cəfəridir. Hər gün vura bilərsiniz. Hətta gözünüzün altına belə vura bilərsiniz, mənim əzizlərim. Bir də avokado. Avokadonu da üzünüzün hər yerinə, gözünüzün altına da vura bilərsiniz. Elə yağ turşuları var ki, avokadonun tərkibində o həm ağardır, həm nəmləndirir, həm qəşəng şəffaflıq verir və quruyandan sonra peeling şəklində belə avokadonu üzünüzdən çıxardıb sonra yuya bilərsiniz. Xama ilə cəfərini lap çox saxlaya bilərsiniz. Həm də gözünüzün altına da vura bilərsiniz. Və ən gözəllərindən də budur ki, alma sirkəli su, ev alma sirkəsi olsun. Amma bunu ancaq və ancaq axşam eləyə bilərsiniz. Gün tamam batdıqdan sonra axşam üzünüzü silirsiniz, 10-15 dəqiqə saxlayıb yuyursunuz. Qətiyyən olmaz üzünüzdə saxlamaq.
Yaşıl çaydan da özünüzə tonik düzəldə bilərsiniz. Cəfəridən, yaşıl çaydan düzəldin tonik, qoyun xaladelnikə, gələndə üzünüzü silin. Tərkibində ximikat yoxdur. Cəfəri yadınızda saxlayın. Xamadır, cəfəridir, zəncəfildir, sarıkökdür. Bax, bunlar ağardıcı, baldır. Əməlli başlı, möcüzəvi şəkildə ağardıcı təsir göstərir. Bunlar bilirəm ki, sizlərə də kömək eləyəcək. Bir də ciddi şəkildə diyeta saxlayın, sağlam qidalanın ki, o qaraciyəriniz toksinlərdən azad olsun ki, üzünüz şəffaf, təmiz olsun. Çünki üstdən nə eləyirsinizsə eləyin, əgər qaraciyəriniz toksinlərlə dolubdursa, onun çığırğı bir mənalı şəkildə belədir ki, üzünüzdə ya ləkələr, ya da pürüşüklər olacaq, mənim əzizlərim. Bir də onu deyim ki, əgər sağlam qidalanmaq istəyirsinizsə, tam sağlam həyat tərzi keçirtmək istəyirsinizsə, üzünüz Məryəm xanımın üzü kimi par-par parıldamağını istəyirsinizsə, Məryəm xanımın bütün qızıl qaydalarını öyrənmək istəyirsinizsə, canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, buyura bilərsiniz qrupuma. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Onu deyim ki, bəylərə də atıram həmən gözəllik sirlərindən ki, yoldaşlarına, bacılarına, analarına göndərsinlər. Amma qruplar ayrı-ayrıdır. Bircə dəfə 20 manat ödəyəcəksiniz. Toksinlər orqanizmdən çıxacaq, qəbizlikdən, qazdan, kökdən, qarın gurultusundan azad olacaqsınız. Amma necə? Qətiyyən apteka sizi göndərib siyenadır, aclıq otudur, dəvə gözüdür. Bunları sizə aldırmağa icazə verməyəcəm və sizə heç nə satmayacağım. Əsas məsələ odur. Nə arıqlama çayı, nə arıqlama kofesi sizə satmayacağım. İstəyirsinizsə buyura bilərsiniz. Bir dəfə 20 manatı ödəyib 1 il qrupda qalırsınız, əzizlərim. Nömrəni videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Amma necə deyirəmsə, o cürə də yaddaşa salın, əzizlərim. Heç bir əlavələr eləməyin. Əlavələr etsəniz, tapa bilməyəcəksiniz. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çox alsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.